Bəli, bir neçə ay əvvəl Ülvi Babayevin atası ilə AFFA rəsmiləri arasında görüş olub, amma bəri başdan deyim ki, Ülvi Babayevin atası bu görüşdə maraqlı olmayıb. Sadəcə arada olan hörmətli şəxslər onlar xahiş ediblər ki, heç olmasa bir AFFA rəsmiləri ilə görüş, aramızda bir tanışlıq xarakteri olan bir nəzakət görüşü olsun. Sonradan özün də qərar verərsən, sonrasını danışırıq. Çünki onun atası elə onda bilirdi ki, onun oğlu Rusiya millisinə dəvət alacaq. Belə bir ehtimal var və bir növ Rusiya millisinə gedəcəksə AFFA rəsmiləri ilə görüşməyin nə mənası var anlamında biraz o görüşdən qaçırdı, belə demək mümkünsə. Amma dediyim kimi indi xahiş eləyiblər, gedib görüşüb. Görüşdə Ülvi Babayevin atası ilə AFFA rəsmilərindən Millinin direktoru İlqar Qurbanov iştirak edib və icraçı vitse-prezident Sərxan Hacıyevin köməkçisi Orxan Əhmədov da orada olub. Görüşüblər, danışıblar, durumu müzakirə eləyiblər. Ülvünün atası da orada da deyib ki, yəni mənim oğluma Rusiya millisindən təklif olmalıdır. Çünki Dinamo Moskvanın baş məşqçisi Valeri Karpin həm də yığmanın çalışdırıcısıdır və bildiyim qədərilə Ülviyə də o barədə deyib ki, sən milli komandaya potensial namizədsən, üzərində çalış, ola bilər dəvət alarsan və o dəvət yeri gəlmişkən bir neçə gün əvvəl gerçəkləşdi. Düzdür, hələ ki bu rəsmi oyunlar deyil, çünki məlum hadisələrdən sonra Rusiya millisi və klubları beynəlxalq yarışlarda iştirak eləmirlər. Amma ən azından artıq bu millinin düşərgəsinə gedib gələcək və bu gün onun Rusiya millisinin dəvətindən vaz keçməsi özü üçün də problemlər aça bilər Rusiya futbolunda. Ona görə biraz inandırıcı deyil. Böyük ehtimal o Rusiya millisindən o dəvəti alıb da karyerasını əgər alınsa orada davam elətdirəcək. Bizim ümidimiz onadır ki, bəlkə orada karyerası alınmaz, biz onu Azərbaycan millisinə cəlb eləyə bilərik, bilmərik. Çünki Ayxan Abbasov milli komandamızın baş məşqçisinin də buna dair fikirləri var ki, biz istəyirik ki, kimsə Azərbaycan millisində oynayanda canla başla gəlsin, istəyib də gəlsin. Yəni vətənpərvərlik hisslərindən doğan bir hissiyatlarla burada olsun ki, döyüşsün, savaşsın, bizə xeyir versin. Amma adətən biz əgər reallıqlara baxsaq, məsələn bir Emin Mahmudovdur, karyerasının hardasa daha çox qürub çağında deməyim də, amma heç də parlaq dönəmində Azərbaycana gəlmədi. Ramil Şeydayev aşağı yaş qruplarında oynayırdı, Rusiya futbolunda o qədər də parlamadı, bura gəldi, Azərbaycan millisində oynadı. Yəni Rusiyada tam da pik formasında olan bir oyunçunun Rusiya yığmasını qoyub da Azərbaycan millisinə gəlməyini gələ ki görməmişik.